Bu həftədə ən mühüm məsələlərdən biri Hacı Möhsün qardaşımızı, alimimizi həbsdə incidirlər, ona kars veriblər. İlk olaraq biz bunu məhkum edirik. Bu çox böyük hayasızlıqdır ki, xalqın aliminə qarşı, ümmətin aliminə qarşı, dindarların, Azərbaycan xalqının hörmət bəslədiyi bir şəxsə qarşı bu cür həqarət eləyəsən. Hayasızlığın da dərəcəsi var, həddi vardır. Bu qədər də insan haqsız olmaz. Bəzən dinməyəndə, danışmayanda bəziləri elə başa düşürlər ki, elə belə də olmalıdır. Hər şeyin həddi var. Ramazan ayında sən bir möminə qarşı, bir alimə qarşı bu haqsızlığı eləyəsən, bu hayasızlığı eləyəsən, bu heç zaman cəzasız qalmayacaqdır. O şəxslərin özü də bunları bağışlasa, onların Allahı bunları bağışlamayacaq. Biz bu cinayətlərin böyük səviyyədə Suriyada görürük, İraqda görürük, Yəməndə görürük. Görürük ki, Ramazan ayında da Yəmən xalqını qanına qəltan eləyirlər. Suriyada, İraqda da eləyirlər. Siz də bunlarla demək, bir əlsiniz. Ramazan ayı başlayıb alimə qarşı, bir tanınmış şəxsiyyətə qarşı siz hörmətsizlik eləyirsiniz, həqarət eləyirsiniz, ona zülm eləyirsiniz. Allah cəzanızı verib və verəcəkdir. Allah belə məlunlara ləhnət eyləsin. Pərverdigara zalimların bu aya xatir, bu günlərin əzəmətlərinə xatir, Qədir gecəsinə xatir, məhv nabud eyləginə. Müsəlmanlara, həbsdə olan qardaşlarımıza zülm eləyənləri məhv nabud eyləginə.